Salam dostlar, bu günlər ilk videomuz kiber təhlükəsizlik sahəsi haqqında olacaq. Bu sahə nədir, nə işə yarayır, kimlər bunu öyrənə bilər və ümumilikdə sıravi bir vətəndaş kiber təhlükəsizliyin hansı hissələrini bilməlidir ki, özünü gələcək kiber hücumlardan qorursun. Günümüzdə istifadə etdiyimiz mobil smartfonlar, televizorlar, ümumilikdə internet şəbəkəsinə qoşulan cihazların kiber hücuma məruz qalma şansları böyükdür və əgər bu baş verərsə, təbii ki, ən azından bildiyiniz kimi bizim smartfonlarda bizim şəxsi məlumatlarımız var, bizim bank hesablarımız var, bank kartlarımız var və buna bənzər məlumatlar var ki, hücum baş verərsə, bundan biz zərər görə bilərik. Təbii ki, kiber hücumların növləri çoxdur, bir deyil, iki deyil. Mən çalışacağım sizinlə bütün bu mövzular haqqında bölüşüm. Kimlər hansı hücumlar haqqında və eləcə də mühafizə haqqında, müdafiəsi haqqında məlumat almaq istəyirsən, şərh bölməsində yazın. Yeni videolar paylaşacağıq və sizinlə bu sahəni inkişaflandıracağıq.